Ləzgilərin əcdadları haqqında ilk məlumatlara eramızın 1-ci əsrində yaşayan Yunan müəllifi Strabonun coğrafiya əsərində rast gəlinir. Müəllif Alban tayfaları içərisində legi və legilərin olmasını qeyd edib. Qədim legilər isə müasir ləzgilərin məskunlaşdığı Qudyal və Samur çayları hövzəsində yaşayıblar. Və təsadüfi deyildir ki, tədqiqatçıların böyük əksəriyyəti Dağıstanın, xüsusilə də bu ərazilərin dağlıq hissəsinin Qafqaz Albaniyasının tərkib hissəsinə aid olduğunu təsdiq edirlər. Hazırda Dağıstanın Məhərrəmkənd, Axtı, Doqquzpara, Qura, Rutul, Xasavyurt rayonları ilə yanaşı Mahaçqala, Dərbənd, Kaspiski, Dağıstanski, Oqni və Kisilyar rayonları ləzgilərin əsas məskunlaşdığı yerlərdir. 19-cu əsrin inzibati ərazi bölgüsünə görə Azərbaycan ləzgiləri Quba, Nuxa və qismən də Göyçay qəzaları ərazisində məskunlaşıblar. Müasir Azərbaycanın inzibati ərazi bölgüsünə gəldikdə isə bu etnoslar yığcam şəkildə əsasən ölkənin Qusar, Xaçmaz, Göyçay, Qəbələ, Oğuz və İsmayıllı rayonlarında yaşayırlar.